Hər kəsə salamlar. Dərsimiz cümlə quruluşudur. Alman dilində cümlə quruluşunun əsasını hərəkət bildirən ifadələr təşkil edir. Hərəkət bizim üçün olduqca önəmlidir. Hərəkət nə idi? Məsələn, gəlmək, getmək, yemək, içmək, yatmaq, durmaq. Bu kimi sözlər hərəkət adlanır, yəni feillər. İndi burada nümunə cümləyə baxaq. Wir trinken Wasser. İlk öncə hərəkəti edən gəlir. Yəni şəxs ancaq cümlədə sadəcə şəxs olmaya bilər. Müəyyən əşyalar, geyimlər, yemək, içmək adı və s. istənilən söz ola bilər. Birinci o ifadə gəldikdən sonra birbaşa hərəkət bildirən söz gəlməlidir. Ondan sonra isə zaman, məkan və digər hərəkətin təsir etdiyi obyekt və subyektlər istifadə olunur. Əsas burada məsələ nədir? Hərəkət. Yəni bu. Bu əvvəllərdə gəlməlidir. Hərəkət bildirən ifadə sözün əvvəlində işlənməlidir. İndi digər cümləyə baxaq. Sie essen Gemüse und Obst zu Hause. Siz yeyirsiniz tərəvəz və meyvəni evdə. Siz insan mənası bildirən sözdür, yəni hərəkəti edən gəldi, sonra hərəkəti hara tətbiq etmişik? Meyvə və tərəvəzə harda baş verib bu proses? Evdə. Məkan bildirən sözü sonda işlətdik, amma yerlərini dəyişib də işlədə bilərik. Məsələn, o biri cümlədə. O biri cümlədə zaman bildirən sözü əlavə etmişik. Bir də indi belə də deyək. Sie essen zu Hause Gemüse und Obst. Yəni burada mən evlə meyvə tərəvəz sözlərinin yerini dəyişdim. Burada fərqlilik olmadı. Burada fərqlilik yarada bilərik. Mənada bir dəyişim olmur. Əsas hərəkətin yerinin işlənməyidir. İndi eyni cümləyə biz əlavə edək zaman bildirən ifadəni. Sie essen Gemüse und Obst abends zu Hause. Siz axşamlar meyvə və tərəvəzi evdə yeyirsiniz. Siz hərəkəti eləyən, essen yemək hərəkət, ondan sonra gəlir hərəkəti tətbiq etdiyim yer meyvə tərəvəz sözü, sonra gəlir zaman ifadəsi və məkan. Yəni zaman, məkan hərəkətdən sonra işlənir. Ancaq birazdan indi baxacağıq qarışıq formada. Hərəkət, zaman, məkan anlayışları hərəkətdən əvvəl də ola bilər. Yəni hərəkətdən əvvəldə həm insan anlayışı, zaman, məkan və digər subyekt ifadə edən sözlər də işlənə bilər. Əsas odur ki, o anlam bitdikdən dərhal sonra hərəkət bildirən söz gəlsin. Bu ümumi bir izahat idi. İndi sual cümləsi və inkar cümləsi necə qurulur? Onlara da baxaq. Sonra tək-tək cümlələr üzərində hər birinin mən sizlərə izahını verəcəm. İnkar cümləsi yaratmaq üçün bizə lazımdır nicht və ya keine ifadəsi. Nicht çoxluqla istifadə olunur. Keine isə daha az sözlərlə istifadə olunur. Keine biz o zaman istifadə edirik ki, o sözün artiklı var. Yəni isimləri inkar etmək üçün biz kein ya da keine sözlərindən istifadə edirik. Bilirsiniz ki, sözlərin, yəni artiklı sözlərin artiklları var. O artikllara görə biz ya kein ya da keine yazırıq. Kein, der, das artiklı sözlərə aiddir. Keine isə die artiklı sözlərə aiddir. Yəni der, das cansızları göstərən sözlər üçün istifadə olunur və ya kişi cinsində aid olanlara. Keine isə die artiklı sözlərə aid inkar etmək üçün istifadə edirik. Gəlin indi nümunə cümlələrə baxaq. Ich komme nicht ins Kino. Mən kinoya getmirəm. Burada mənim inkar etdiyim şey kinoya getməməyimdir. Yəni getmək işini etmədiyimi göstərir. Ona görə burada mən nicht işlətmişəm. İnkarlıq bildirən ifadə keine ya da nicht hərəkətdən birbaşa sonra istifadə olunur. Yəni o orada belə deyək də bir növ şəkilçi kimi olduğu üçün o qədər də bir məna daşımır
hərəkətdən sonra gəlməlidir ki, bir məna daşısın. İndi digərinə baxaq. Ich habe kein Buch. Məndə kitab yoxdur. Burada inkar etdiyim şey kitabın olmamağıdır. Yəni biz bir şey həm sahib də ola bilərik, sahib olmaya da bilərik. Sahib olmadığım şey nədir burada? Kitab. Kitabı inkar elədiyim üçün mən kein işlədirəm. Kitabın artiklı dasdır. Das Buch olduğu üçün mən kein istifadə etdim. Digər söz də Zeitdir. Zeit sözün artiklı didir. Zaman deməkdir. Er hat keine Zeit. O vaxta sahib deyil. Yəni onun vaxtı yoxdur. Die Zeit olduğu üçün kein sözün axırına e gətirdik. Keine Zeit. Wir haben keine Kinder. Kinder artiklı didi, uşaqlar deməkdir. Bizim uşaqlarımız yoxdur. Biz uşaqlara sahib deyilik. Burada yenə sahib olmadığımız şey uşaqlar olduğu üçün kindanın inkarlığı kayını olaraq istifadə edirik. Milch süd deməkdir. Artiklı didi. Sie kauft keine Milch. O süd almır. Yəni başqa şeyləri alır, amma südü almır. İnkar elədiyim şey burada süd sözüdür. Ona görə də kein istifadə edirəm. Die Milch olduğu üçün keine Milch olaraq inkarlığını yaradırıq. Söz sırası dəyişə bilər. Gəlin bunlara baxaq. Ich lerne heute Deutsch. Mən bugün alman dili öyrənirəm. Burada cümlə mən sözü ilə başladı, yəni hərəkəti edənlə. Sonra hərəkət gəlir, sonra zaman və hərəkəti tətbiq etdiyim yer, o da alman dilidir. İndi cümləni mən zamanla başlayacağım. Heute lerne ich Deutsch. Bugün öyrənirəm mən alman dilini. Görürsünüz, zamanla hərəkəti edən yerini dəyişə bilir. Amma yerini dəyişməyən tək söz hərəkətdir. Hərəkət ikinci sırada gəlir. Yəni biz burada barmaqla sözləri saymırıq ki, ikinci sözdə hərəkət qoyaq. Məna cəhətdən əvvəldə gələn zamandır, məkandır, yer, insan anlayışları bitəndən dərhal sonra hərəkəti istifadə edirik. İndi digərini oxuyaq. Er isst zu Hause Pizza. O evdə pizza yeyir. Essen feili üçüncü şəxsdə kökündən dəyişərək ist olur. Zu Hause isst er pizza. O evdə pizza yeyir. O biri cümlədə məkanı keçirdirəm qabağa. Evdə o pizza yeyir. Sözlərin sadəcə yeri dəyişdi, amma məna dəyişmir. Ich gehe in die Schule Montag 7 Uhr. Mən məktəbə birinci gün saat 7-də gedirəm. Burada zaman anlamı verən birinci gün saatdır. İndi şurada məkanı göstərir. Bu adi qayda ilə getdi. Hərəkəti edən, hərəkət, məkan və zaman. İndi zamanı, daha doğrusu məkanı keçirdirəm qabağa. İndi şulu gehe ich Montag 7 Uhr. Məktəbə mən birinci gün saat 7-də gedirəm. Yenə eyni mənada. Sadəcə bu səfər cümlə hərəkətlə başladı. Görürsünüz, orada 3 dənə söz var. Düzdür, biri söz önüdür, biri artikeldir. Yenə də bizim üçün söz sayılır. Yenə ayrı-ayrı yazılan söz sayılır. 3 dənə sözdən dərhal sonra mən hərəkəti işlətdim. Yəni, yenə deyirəm, barmaqla sözləri saymırıq ki, 1, 2, 3-də, burada artıq hərəkəti qoymalıyam. Yox, məna bitdikdən sonra, yəni məkan anlayışı bitdikdən sonra dərhal hərəkət gəlməlidir. Çünki indi şulu birləşməsində məktəbdə anlamı o üçlü bir araya gələndə olur. Təkcə in ya da di ya da şul ya deyil. Üçü birlikdə bir mənanı verir. İndi zamanı keçirdirik əvvələ. Montag 7 Uhr gehe ich in die Schule. Birinci gün saat 7-də gedirəm mən məktəbə. Bu səfər zaman keçdi qabağa, yenə də zaman anlayışı bitəndən dərhal sonra hərəkəti istifadə edirəm. İndi keçirik sizinlə sual cümləsinin quruluşuna.
əsası hərəkətlə yenə də əlaqəlidir. Biz burada hərəkəti qabağa keçirdirik. Əgər biz adi sual cümləsindən bəhs ediriksə, bu zaman birinci hərəkət gəlir, sonra hərəkəti edən və digər sözlər olduğu kimi istifadə olunur. Məsələn, deyirəm ki, sən kinoya gedirsən. Burada birinci mən getməklə başlayıram, sonra sən gəlir. Sonra kino ifadəsi gələcək. Yəni, gedirsən sən kinoya, hərəkət, hərəkəti edən və hərəkətin tətbiq olunduğu yer. Belə olanda birinci hərəkətlə başlayırıq. Yox, əgər bizim cümləmizdə sual sözləri varsa, yəni qarşıda hal-hazırda gördüyünüz bu W hərfi ilə başlayan sözlər sual sözləri adlanır. Yəni Azərbaycan dili qrammatikasından desək, sual əvəzlikləri. Əgər bundan başlayacaqsa, biz birinci bunu işlədirik, sonra hərəkət, hərəkəti edən və digər sözlər gəlir. Məsələn, deyirəm ki, sən nə yeyirsən? Bu cümlədə sual sözü nədir? Birinci nə gəlir, sonra hərəkət yemək, hərəkəti edən sən, bu qədər. Sən nə yeyirsən? Nə yeyirsən sən? Bu formada cümləni qururuq. Gəlin birinci sadə cümlələrə baxaq, sonra sual sözləri olan cümlələrdə baxarıq. Kommst du heute? Gəlirsən sən bugün? Əslində cümlə belə idi. Du kommst heute. Sən bugün gəlirsən. Mən bu cümləni sual cümləsinə çevirəndə hərəkətimi keçirdirəm cümlənin ən əvvəlinə. Kommst du heute? Hərəkət, hərəkəti edən, sonra zaman, məkan və ya digər sözlərdən nə varsa onları istifadə edirəm. Hast du Zeit? Sənin vaxtın var. Cümləm təsdiqdə belə idi. Du hast Zeit. Sən vaxta sahibsən, yəni sənin vaxtın var. Amma mən bunu suala çevirmək istədiyim üçün haben feilini əvvələ keçirdirəm. Haben du şəxsində hast olaraq dəyişir. Hast du Zeit? Sənin vaxtın var. İndi digərinə baxırıq. Modal feillər var, onlarla sonra keçmiş zamanda da köməkçi feillər var. Onlar olduqda da onların feilləri birinci qabağa keçir. Yəni modal feillər, keçmiş zamana aid olan köməkçi feillər, yəni bunlarla cümlədə əlavə bir dənə də feil olur. Onlar da əsas feillərdir. Biz birinci cümlədə modal feilləri işlədirik sual cümləsində. Cümlənin ən axırında, ən sonunda da əsas hərəkət bildirən ifadəni işlədirik. Biz indi tam sıfırdan hələ yeni cümləni keçdiyimiz üçün bunlara o qədər də önəm verməyin. Sadəcə əvvəldən deyirəm ki, biraz məlumatınız olsun. Yəni, modal feillərdir, keçmiş zamanı keçərdə onsuz da biz bunlardan danışacağıq ki, modal feillər necə istifadə olunur, keçmiş zamanda olan köməkçi feillər necə istifadə olunur. Sadəcə onu yadda saxlayın ki, modal feillər və ya keçmiş zamanın köməkçi feilləri ilə cümlə qururuqsa, əvvələ onlar keçir. Əsas hərəkət bildirən ifadələr isə cümlənin sonunda gəlir. Bəzi suallar var ki, bunlar hə-yox sualları adlanır. Yəni, ya, o da, nein. Hə, ya da, yox. Yəni, o sualın cavabı elədir ki, biz orada ya hə, ya da yox deyəcəyik. Məsələn, hast du Ali, heißen feilindən istifadə etmişik burada. Yəni, adlanmaq, sən Əli adlanırsan, yəni sənin adın Əlidir. Cavabda da qısa konkret deyirik ki, ya. Yəni, hə. Yəni, siz burada uzun cavab da verə bilərsiniz ki, hə, mən Əli adlanıram. Ich heiße Ali. Sadəcə qısa cavab olaraq ya da deyə bilərsiniz. Və ya, kommst du aus Baku? Sən Bakıdan gəlirsən, yəni sən Bakılısan. Hə, ya da yox deyə bilərik. Nein, o da ya. Hə. Cavab kimi desəydi belə olacaq ki, ich komme aus Baku. Həmin bu W hərfi ilə başlayan sual sözlər də adlanır W fragen. Yəni, W hərfi ilə başlayan suallar. Birinci biz bunları işlədirik cümlədə, sonra hərəkət gəlir, sonra o hərəkəti edən şəxs gəlir cümlədə. Wie heißt du? Sən necə adlanırsan? Yəni, sən adın nədir?
We necə deməkdir? Sual sözüdür. Sonra hərəkət gəlib, sonra o hərəkəti eləyən. Who wants to? Harada yaşayırsan sən? Harada sual sözdür. Won'un yaşamaqdır, hərəkətdir. Sonra o hərəkəti eləyən söz gəlib. Who wants to? Harada yaşarsan sən? İndi sual sözlərin özü ilə tanış olaq. Bir-bir oxuyuram. Siz də bunları təbii ki öz qrammatika dəftərinizə qeyd edin və əzbəri öyrənin. Çünki bunlar sizin gündəlik danışığınızda ən çox istifadə etdiyiniz sual sözlərindən olacaq. Veya kim deməkdir? Vem kimə? Wo harada? Stabil olduğumuz məkanı soruşmaq üçün istifadə edirik. Yəni yeri dəyişməyən. Məsələn, soruşmaq istəyirəm ki, sən harada yaşayırsan? Sən harada çalışırsan? Sən harada gəzməyə gedirsən? Məsəl üçün, yəni davamlı olaraq harada gedirsən? Düzdür, burada getmə ifadəsində biz istiqaməti göstərir, amma davamlı olaraq bir yerdə gediriksə, orada artıq yenə də wo işlədirik. Wohea haradan deməkdir. Yəni çıxışlıq etdiyimiz yeri göstərir, başlanğıc nöqtəni göstərir. Haradan gəlirsən? Haradan gəlirsən və ya haradan su içirsən? Haradan bizə baxırsan? Çıxışlıq yeri göstərirsə, wohea işlədirik. Warum, niyə deməkdir? We feel. Hər ikisi də nə qədər deməkdir. Tək fərqi budur ki, we feel sayıla bilməyən isimlərlə işlənir. Yəni, maye halında olan sözlər, məsələn, su, kofe, çay, belə tipdə sözlər. Zaman sözü ola bilər, Zeit, pul ola bilər, Geld. Belə ifadələr sayılmır. Ona görə də we feel-la sual veririk. We feel isə sayıla biləndir. Cəmlənə bilən, çoxluq halında istifadə oluna bilən sözlərin hamısı sayıla bilən sayılır. We feel. Welche, welche, welches. Bu üç dənəsi niyə yan-yana yazılıb, onu izah edeyim. Bunlardan sonra artikellı sözlər gəlir və həmin sözlərin artikelına görə welch sözün axırı dəyişir. Tərcüməsi hansı deməkdir? Məsələn, demək istəyirəm ki, sən hansı kitabı oxuyursan? Baxın, hansı kitab? Mən bu birləşməni əvvəldə işlədirəm. Sonra hərəkət gəlir, sonra hərəkəti edən gəlir. Yəni, birbaşa welch'dan sonra hərəkət gəlmir. Welch'dan sonra söz gələcək. Və baxıram o sözün artikelına. Der artikel'dısa er gəlir, die artikel'dısa e gəlir, das artikel'dısa s gələcək. Bir daha oxuyuram. Welche, welche, welches. Burada cığ birləşməsi x kimi ya da ix kimi oxunmur. Yüngülvarı ş kimi oxunur. Bu istisna hallardandır. Çünki çox vaxt cığ özündən əvvəl qalın saat gələndə x kimi oxunur. İncə saat gələndə isə ix kimi oxunacaq. Wie hoch. Nə qədərdir? Bu mənanı verir. Məsələn, sənin maaşın nə qədərdir? Yəni, hansı miqdardadır, hansı yüksəklikdədir? Onu soruşmaq üçün istifadə edə bilərik. Wie oft, nə qədər tez-tez? Nə qədər tez-tez sən idmana gedirsən? Yəni, həftədə neçə dəfə idmana gedirsən? Və ya həftədə neçə dəfə küçədə yürüyüş edirsən? Belə şeyləri soruşmaq üçün we oft ifadəsindən istifadə edə bilərik. When kimi deməkdir? Burada baxın, kim sözü sualları fərqlidir sonluqları. Yəni, onları dəqiq əzbəri öyrənin. Veya kim, wem kimə, when kimi deməkdir. Was nə, wohin haraya istiqaməti göstərirəmsə, wohindən soruşuram. Stabil yeri soruşuramsa, wodur. Çıxışlıq, yəni çıxdığım yeri, başlanğıc nöqtəni göstərirəmsə, wohea sualından istifadə edəcəm. Wann nə zaman deməkdir? Wie necə? Məsələn, soruşmaq istəyirəm ki, sən necəsən? Burada we işlədəcəm və ya demək istəyirəm ki, mən işə necə gedə bilərəm? Yəni, hansı nəqliyyatla gedə bilərəm? Bunu soruşmaq üçün yenə we sözündən istifadə edirik. With, mit wem,
Mit ilə lalə deməkdir və vemdəki onu keçmişik kimə. İkisi bir arada birləşəndə olur kimin ilə. Sən kinoya kimin ilə gedirsən? O sualı vermək üçün mit vemdən istifadə edirik. Für wen. Für üçün deməkdir. Wen nə idi? Kimi deməkdir. Kimin üçün sən hədiyyə alırsan? Bunu soruşmaq üçün für wen işlədirəm. Əgər mən birinin yaşını soruşmaq istəyirəmsə, vi altla başlayıram. Sonra zayn feili gəlir, sonra şəxs gəlir. Bunlara tam keçmədiyimiz üçün burada o qədər də detallara girmirəm. Bu hələ ki bizim cümlə quruluşu ilə bağlı olan tanışlıq videomuzdur. Hər şeydən sadə izahat vermişəm ki, biraz biləsiniz. Sonraki videolarda bütün cümlə tiplərini ayrı-ayrı daha detallı nümunə cümlələrlə izahlarını verəcəm. Wie lange nə qədər müddətliyinə deməkdir. Məsələn, nə qədər müddətliyinə oteldə qalacaqsan, yəni neçə gün, neçə saat oteldə qalacaqsan. Worüber nə haqqında deməkdir. Siz orada nə haqqında danışırsınız? Məsələn, belə bir cümlə worüber sözünü işlədə bilərik. Woran nəyə anlamında bəhs olunur. Nəyə görə sən bura baxırsan? Nəyə görə sən bu işi etdin? Bu da bir növ səbəb mənasını verən sual sözlərinə aiddir. A1 mərhələsi üçün sizə əsas lazımdır. Woher, won, deməli woher, wohin, was, wie, wer, wie viel, welcher, welche, welches. Daha çox bunlar önəmlidir. Warum. Biraz daha uzun olanlar verir. Məsələn, yanında bir əlavə sözlə. Wie hoch, wie oft, mit wem, für wen, worüber, woran. Bunlar daha sonraki addımlarda öyrənib istifadə edərsiniz. Ancaq əsas A1 mərhələsi, yəni başlanğıc mərhələsi üçün lazım olan sual sözləri onlardır ki, onları öyrənin. Dərsimiz bu qədər. Siz hal-hazırda ümumi cümlə quruluşları haqqında məlumatlara yiyələndiniz. Bilirəm, beyninizdə çoxlu suallar var. Bir sonraki videolarda daha ətraflı formada mən sizə cümlə quruluşlarını nümunə cümlələr üzərində və sizə verəcəyim tapşırıqlar əsasında izahat edəcəm. Tschüss, auf Wiedersehen, mach's gut. Özünüzə yaxşı baxın, sağ olun, gələn görüşlərə dək.